Kimə baxırsan, otellərdən danışanda 5 ulduz, 3 ulduz, 4 ulduzdur. Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu otellərin ulduzlarından bəhs olunacaq. Otellərin xidmət səviyyəsinə görə təsnifatı əsasən ulduz sistemi ilə müəyyən edilir. Burada insanlara, qonaqlara gələn rahatçılığı, burada gələn digər əlavə keyfiyyətli xidmətdən belə əsaslanaraq o ulduzları verilir. Bildiyimiz kimi 1 və 5 ulduz otellər var ki, sistemi var. Dünyada isə ən eksklüziv otellərdən biri Burj Al Arab deyiləsi bir oteldir. O da Dubayda yerləşən 7 ulduz otel, ultra lüks kateqoriyasına aid olan bir otellərdən. Həqiqətən möhtəşəm, həqiqətən xidməti də dünyada olmayan bir xidmət təqdim olunur. Bir ulduz otel. Bir ulduz otel ən sadə xidmət təqdim olunur. Sanitar qovşağı belə, hətta elə otellər var ki, ümumi ola bilir. Yataq otağında sadəcə bir yataq dəstə olur. Otaqda digər əlavə bir şeylər olmur. Əlavə xidmətlər isə çox nadir halda olur. 2 ulduz otel isə bir ulduzdan biraz artıq. Yəni yataq otağında heç olmasa bir otağında mebel, əlavə mebel də ola bilər. Oturacaqsan bir kreslo da ola bilər və yaxud oturacağın özü stul ola bilər. TV ola bilər əlavə olaraq. Xidməti də qonaqlara təqdim oluna bilər. Bəzi 2 ulduz otellərdə isə səhər yeməyi də belə qonaqlara təqdim oluna bilər. 3 ulduz otel. 3 ulduz otellərdə əlbəttə ki, bu iki sadaladığımızdan daha üstündür. 3 ulduz oteldən başlayaraq 24 saat room servis və otaq xidməti, yəni və reception xidməti daima qonaqlara təqdim olunur. Əlbəttə ki, sanitar qovşağı belə otağın içində olur. Əlbəttə, otağın içində belə yataq və əlavə mebel dəstələri, TV ilə, Wi-Fi ilə təmin olunur. Digər restoranlar və digər əlavə xidmətlər də belə qonaqlara təqdim edilə bilər. 4 ulduz otel, deməli, əlbəttə bu 3 sadaladığımız 3 ulduzlardan daha keyfiyyətlidir. Otaqda bütün şərait olur. Hətta balkonlu belə otaqlar da 4 ulduzlu otellər də belə təqdim edirlər. Yataq otaqları, yataq otağında TV, internet, hər şey daxil. Sanitar qovşağı da belə otaqda qeyd etdiyim kimi olur. Hətta sanitar qovşağında setaplar, təmizlik şöbəsindən ayrıca bir setaplar da olunur ki, təmizləmək üçün sabunlar, diş fırçaları və s. axırlar qonaqlara təqdim olunur. Oteldə 24 saat ərzində xidmət təqdim olunur. Reception və room servis qeyd etdiyim kimi digər restoranlar, barlar da belə gələn qonaqlara təklif olunur xidmət barəsində. 4 ulduz otellərdə reception, room servisdən savayı fitness, spa belə, əlavə restoranlar belə, barlar belə qonaqlara təqdim olunur. Biznes tədbirləri və konferanslar üçün şərait yaradılan bir otellərdən 4 ulduz otel onlara daxildir. 5 ulduz otel. 5 ulduz otel dünyada ən yüksək otellərdən otel sıralarından biridir. Burada hər şey lüks olmalıdır, ən yüksək səviyyədə xidmət olmalıdır. Nəinki spa, nəinki reception, nəinki otaq xidməti, room servis və digər departamentlər də belə gələn qonağın məmnunluğu yerlə göy qədər təmin etməlidir. Burada qeyd edək ki, 5 ulduz otellərdə də əlavə butler servisi də ola bilər, qonaq əlavə edib onun pulunu ödəyə bilər və yaxud əlavə konsiyerj servisi və yaxud limuzin və s. axır xidməti də əlavə istəyə bilər. Qeyd etdiyim kimi Burj Al Arab dünyada ən nömrə 1 otellərdən biridir deyə, 7 ulduz oteldir deyə orada şəxsən işləyib və onu da görmüşük. Ümumi desək, 1 ulduz çox sadə bir otel növüdür. 2 ulduz sadəcə basic olanlardır. 3 ulduz orta səviyyəli otellərdir. 4 ulduz yüksək, 5 ulduz isə bildiyimiz kimi lüks. 7 ulduz da düzdür, yoxdur dünyada. Sadəcə jurnalistlər qeyd etdiyim kimi Burj Al Arabı veriblər deyə adını və gələn qonaqlar da o da ultra lüks belə sayılır. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim Instagram, YouTube və TikTok kanalımızı izləməyinizi davam edəsiniz.